Bax. İslamda ədalətsizlik var. İslamda qadına qarşı qadını aşağı görmək var. Necə? Elə Quranda açıq ayədir. Oğula mirasdan 2 pay, qıza 1 pay. Niyə? Qızın nəyə hissədir? İndi sənə göstərəcəm ki, əslində kişi nə qədər yükümlüdür, qadın nə qədər yükümlüdür pulunu xərcləməkdə. Onda görərsən ki, əslində bu çox hikmətli bir bölünmədir də, yəni. Daha da görərsən ki, qadın daha çox mal mülk sahibi olur, nəinki kişi də, yəni. Nə göstərəsən? Açıq ayədə 2 ondadır, 1 ondadır. Bax, Göstər görək. bax, başlayaq miras bölündü necə? Kişiyə 2 müsbət qoyaq da, indi bu xeyirdir. Bəli. Qadına da 1 pay. Bu da 1 olsun, müsbət 1. Sonra nə gəlir? Evlənəndə mehir məsələsi. Mehirdə kişi verir, qadın alır. Özü də qadının bu mehrindən özü icazə vermədikcə heç kəs istifadə etməz. Yoldaşı belə istifadə edə bilməz. Mehir nədir, nə qədərdir? Qadın nə qədər desə yəni. Onun da miqdarını Desən mən 3 dənə ev istəyirəm mehir. zülm olmayacaq dərəcədə, yəni qadın təyin edə bilər onu. Bax, kişiyə verdi də artıq -1 oldu. -1. Qadına gəldi, müsbət 1. Yəni oğul başqa bir qadınla evlənir, qız da başqa bir kişi ilə evlənir. Hə. Başqa bir qadınla evlənəndə oğuldan bir dənə esilir. Oğuldan bir pay getdir yəni. Amma qız başqa bir kişi ilə evlənəndə qızın üstünə bir dənə gəlir. Bəli. Artıq bərabərləşdi, hə, yoxsa? Yox, qadın keçdi bax. Burada müsbət 1 qaldı deyə, qadında müsbət 2-dir artıq. Mal sahibliyi. Sonra gəlir kişidə nə? Kişi ailəsinə baxmaqla yükümlüdür. Ailəsinə, uşaqlarına, yəni bunların maddi ehtiyaclarını qarşılamalıdır. Yəni kişidən çıxdı da deyək. Evləndən sonra da həyatı boyu Hə, ömür boyu, yəni sən uşaqlara baxmaq kişinin boynundadır. uşaq olduqları müddətcə kişi onlardan yükümlü olur. Qadın baxmalıdır ailəsinə. Qadın belə bir yükümlülük də deyil də. Bax, burada da qadına müsbət 1 yazırıq. Çünki kişi ailəsinə yardım eləyəndə qadına da bir xeyir gedəcək də, o da ailənin bir üzvüdür. Sonra görək nə var? Bax, sonra kişi xanımına da xüsusi olaraq onun da ehtiyacları var da, deyək ki, ayrıca. Onlar da qızıl almaq istəyir, təzə telefon almaq istəyir. Məsələn də. Onlar da kişi qarşılamalıdır. Yenə bu -1-ə getdi. -1-ə. Qadın nə almalıdır? Kişiyə nəsə almalıdır, məcburdur buna, yaxud onun istəyini qarşılamağa. Yenə məcbur deyil. İslamda belə bir şey yoxdur, məcburiyyət yox. Heç bir məcburiyyət yoxdur qadın üçün. Yenə qadın kişidən çıxdı, qadına gəldi. Müsbət 1. Sonra kişi bacısı olur, məsələn, evlənməmiş bacısı, yaxud da ki, anası ola bilir yanında. Bunlara da baxmaqdan kim yükümlüdür? Yəni oğul yükümlüdür də, məsələn, atası yoxdursa, ya bacısı doğru. Yəni kişidən çıxdı deyək, -1. Bəs qadın atasından yaxud qardaşından yükümlüdürmü? Onları bəsləməkdən, saxlamaqdan yenə deyil yəni. Qadın azad. İndi hesabla bax. Kişiyə -2 xal düşür, qadına da müsbət 4. Aralarında 6 xal fərq olurdu. Və görürsən yenə İslamda ədalətsizlik oldu. Yenə qadına şey